Sağlam yoldaşlar, Hədəf kurslarının 17 may 2025 tarixində keçirdiyi blok imtahanının 11-ci sinif üzrə fizika sualları nəzərə yetiririk. Başlayaq 4-cü qrupların suallarına. 4-cü qrupundan 1-ci qrupun fizika sualları eynidir, sadəcə son 3 sual fərqlidir. Başlayaq. 61. Verilmiş maddi nöqtənin hərəkəti hansı cismə nəzərən öyrənirsə, həmin cismə hesabla cismi deyilir. 61-də C. 62. Volt per saniyə bölü Tesla vur metr kvadrat ifadəsi hansı bir skemətin vahidinə olunur? Buradan yazıram. Tesla özü bərabərdir. Newton bölünsün, amper vurulsun metr. Bu aradan gəlir. Amper qüvvəsinin ifadəsi olan I-B-L-dən. Yəni B-ni tapsaq burada, indüksiyanı tapsaq F bölünəcək I ilə. F Newton, I amper, L isə uzunluq, yəni metrdir. Gətirib həmin ifadəni yerinə qoysaq olacaq. Voltun da yerinə qoyum. Joule bölünsün kulon. Yəni gərginlik bərabərdir, iş bölünsün yük. Yazacağım. Joule bölü kulon. Vur saniyə bölünsün. Tesla'nın yerinə yazıram. Newton, amper vur metr qalxır yuxarı. Vurulacaq metr kvadrat. Burada ixtisallar gedər. Joule qaldı, saniyə qaldı. Daha doğrusu Joule ilə açım elə. Newton vur metrlə. Newton vur metr, vur saniyə, vur amper vur metr yuxarıdadır. Aşağıda isə Newton vur metr kvadratdır. Kolonu da açım amper vur saniyə kimi. Newton vur metr, vur metr. Bunlar getdi hamısı ixtisar. Amper vur saniyədə getdi hamısı ixtisar. Nə qaldı? Hər biri ixtisar getdi, qaldı elə 1. Yəni burada elə bir kəmək götürməliyəm ki, bunun vahidi olmasın. Vahidi olmayanda burada D variantı, yəni xətti böyütməli. Xətti böyütmə özü Q bərabər F bölünsün D-dir. Yəni xəyal məsafəsinin cisim məsafəsinə nisbəti, yəni metr bölü metr elə nə edəcək? 1 eləyəcək. Yəni burada 62-də cavabımız D olacaq. Vahidi olmayan kəmiyyət götürməliyik. 67. Verilmiş radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin mərkəzləşmə təzyiqini 4 dəfə artırdıqda, yəni A2 bərabərdir 4A1-ə. Bu zaman bucaq sürəti 30 artdı. Yəni omega 2 bərabərdir omega 1 plus 30. Bizə deyir ki, cismin bucaq sürətinin son qiyməti. Buna fikir verək. Son qiymətini istəyir. Mərkəzləşmə təzyiqinin üstürü A bərabər omega kvadratı R-dir. Yəni omeqadan kvadratik asılıdır. Omega təcil əgər 4 dəfə artırsa, omega deməli 2 dəfə artır. Omega 2 dəfə artır ki, təcil 4 dəfə artır. Onda belə bir şey yaza bilərik. Omega 2 bərabərdir. Omega 1 plus 30-u şərtdə verir. Bir də omega 2 dəfə artdıqca omega 2 bərabər 2 omega 1 yaza bilərəm. Bu iki bərabərliyi bir-birinə bərabərləşdirsək olacaq. Omega 1 plus 30 bərabərdir 2 omega 1. Omega 1 bərabər olacaq 30-a. Bizə amma son istəyir, yəni omega 2-ni istəyir. Omega 2 də omega 1-dən 2 dəfə çox olduğu üçün 2 vur 30 cavabımız olacaq 60. Yəni B variantı. Altmış üç. Kütləsi 300 qram olan cisim 80 metr hündürlükdən sərbəst düşür. Bu zaman birinci düşmə müddətini tapaq elə T bərabər kök altı 2H bölünsün J. 2 H-ı 80 J'si 10. Bu bizə verir 160 bölü 10, yəni kök altı 16, yəni 4 saniyə. 4 saniyə deməli düşür. Bizə deyir ki, axırıncı saniyə. 4-cü saniyədə bunun getdiyi yolu tapsaq, delta H4 bərabərdir J 2 N çıx 1 bölü 2. N saniyədə gedən yolla tapırıq. Biz bunu sərəqəli yazaq. J'si 10, 2 vur, N-i 4-cü saniyə dediyi üçün. Yəni, axırıncı saniyə 4-dür, 4-cü saniyə çıx 1 bölü 2. Bu bizə verir 35 metr. Deməli, bu 4-cü saniyədə 35 metr gedir, axırıncı saniyə 35 metr gedir. Onda işi tapsaq, A bərabər MJ H-la. M-i kütləsi 300 qramdır. Kiloqrama çevirsə 10-da 3, J'si 10, H-ı da 35. Hamısı bir-birinə vursaq olacaq 105 düz olur. Yəni B variantı. 68. Kütləsi 4 kilo olan cisim 2 qüvvənin təsiri ilə üfüqi istiqamətdə bərabər təzyiqlə hərəkət edir. Bu zaman cismin təcilinin o Y oxuna görə proyeksiyasını hesablayın deyir. Bu zaman X oxu istiqamətinə gedən proyeksiya F2X-i tapsa, bu bizə verəcək F2 kosinus alfa. Bucağa bitişik katet kosinüsüdür. Yəni F2-si 100-dür. 100-ü vuracam kosinusa 2-də 1-ə. Bu bizə verəcək 50 Newton. Deməli, X oxu istiqamətində ikinci qüvvənin proyeksiyası 50-dir. F1 isə bizə verib 60 Newton. Bu zaman əvəzedici qüvvəni tapanda
Böyük qüvvədən kiçik çıxırıq. Onsuz fraksiyasını istəyir. Yəni F1-dən çıxıram F2-x'i. Yəni 60-dan çıxıram 50-ni. Cavabımız eləyəcək 10 Newton. Yaxşı. Təcili tapsam bir dəqiqə. Əvəzedici qüvvə 10 Newtondur. Amma bizə fraksiyasını istəyib. Fraksiyasını istəyibsə x oxu əksinə gedən qüvvə böyük olduğundan bu zaman fraksiyası deməli mənfi 10-dur. Əvəzedici qüvvə əks istiqamətdədir. Çünki böyük qüvvə sola doğrudur. Əvəziyyəti deməli mənfi 10-dur. Onda kütləni tapsaq, əvəziyyəci qüvvə bölünsün kütlə. Daha doğrusu təcili tapsaq, əvəziyyəci qüvvə bölünsün kütlə. Yəni mənfi 10-u böləcəm kütləyə 4-ə. Bu bizə verəcək neçə? Mənfi 2/5. Yəni D variantı. Əvvəlcə sağ tərəfə çəkən qüvvəni tapdım 50 Newton. Sol tərəfə çəkən qüvvə də 60 Newtondur. Əks istiqamətdə olduğu üçün fraksiyası olacaq mənfi 10 Newton. Çünki əks istiqamətdə qüvvələr çıxılır. 60-dan çıxacağım 50-nə 10 Newton. Əks istiqamətdə yönələn qüvvə daha böyük olduğu üçün, yəni x oxu əks istiqamətdə yönələn qüvvə daha böyük olduğu üçün fraksiyası mənfi olur. Deməli, fraksiyası mənfi 10-dur. Və əvəziyyəci qüvvə, yəni mənfi 10-u böləndə kütləyə 4-ə eləyəcək mənfi 2/5 metr bölünsün saniyə kvadrat. Yəni D variantı. 64. Çevrilmə verib alfa çevrilməsi, alfa şalanması. Bu zaman nə baş verir? Nüvənin yük ədədi 2 vayda azaldığı üçün element Mendeleyev cədvəlinin başlanğıcına doğru, yəni əvvələ doğru yerini 2 xana dəyişir. Nüvənin yük ədədi burada, protonların sayı burada bizə hansı xanada olduğunu göstərir və nüvənin yük ədədi 2 vayda azalırsa, o əvvələ doğru, yəni Mendeleyev cədvəlinin başlanğıcına doğru yerini 2 xana dəyişmiş olacaq. 69. Şəkildə göstərilən nöqtələrə uyğun gələn yayların səthləri müqayisə elə. Səthlik bərabərdir. Qüvvə bölünsün uzanma, yəni F bölünsün X. Burada yuxarı aşağı böləndə bizə verir tangens albanı. Bucaqlara baxsaq, 1 üçün bucağı bu qədərdir, 2-nin bucağı bu qədərdir. Yəni, 1-3-də bucaqlar eyni olduğu üçün səthliklər bir-birinə bərabərdir. 2-də isə bucaq artdığı üçün tangens alfada artan funksiyadır. Onda 2-dəki səthlik daha böyük olacaq. Cavabımız olacaq 69-da B variantı. 70. Hansı hallarda elektromat dalğası şüalandırılır? Elektromat dalğası o zaman şüalandırılır ki, təcili hərəkət etməlidir. Yəni elektron tormozlanır, sürətini azaldır. Proton artan sürətlə hərəkət edir. Bəli, 200 dərəcəlik təcili hərəkət edəndə elektromat dalğası şüalandırır. Proton artan sürətlə hərəkət edir. Bəli, sürətini artırdı, doğrudur, təcili hərəkət edir. Bir də elektron çevrə üzrə bərabər sürətlə hərəkət edir. Çevrə üzrə bərabər sürətlə hərəkət edir, təcili hərəkətdir. Cavabımız olacaq 2, 3, 5, yəni B variantı. 65. Sabit cərəm mənbəyinə aktiv müqaviməti nəzərə alınmayan sarğac qoşulmuşdur. Sarğacın mane sahəsi enerjisini hesab edilir. Burada əvvəlcə tam dövlət 10 qanunundan cərəyan şiddətini tapaq. I bərabər epsilon bölünsün R plus R. EG-ni bizə verib 15. Müqavimətləri toplasaq 4 plus 1. 15-i böləcəm 5-lər eləyəcək 3. Deməli, cərəyan şiddətinin qiyməti 3-dür. Mane sahəsi enerjisinin qiyməti necə tapılır? I kvadratı bölü 2 ilə. I 10-da 4, i'si 3, 3-ün kvadratı bölünsün 2 olacaq. Bu da bizə verəcək 10-da 2 vurulsun 9, yəni 1/8 col. 65-də cavabımız olacaq C variantı. 71. Kütləsi üstü olan yükü F qüvvəsi tarazlıqda saxlayır. Dayağın reaksiya qüvvəsini hesablayır. Burada kütlə üstdürsə, deməli bu yükdən aşağı doğru bunu 30 Newton qüvvə çəkir, yəni mg. Mg-si 3-dür. M 3-dür, mg-si olacaq 30 Newton. Bunun qolu olacaq neçə? 3-dür. Onu yaza bilərəm. 30 vurulsun qolu 3 bərabərdir. Momentlər qaydasına görə F-in də qolu neçədir burada? 1, 2, 3, 4, 5, 5. Onda olacaq F vurulsun 5-ə. Bu da bizə verəcək 5F bərabərdir 90. F bərabər olacaq 90 bölünsün 5, yəni 18. Deməli, bu qüvvə 18-dir. Aşağı doğru bunu 30 Newton çəkir, yuxarı doğru 18 Newton çəkir. Dayağın reaksiya qüvvəsi isə dayaqdan yuxarı doğru olur, yəni N bura. Bura 30-dur, bura 18 isə bura avtomatik neçə oluşdur? 12 düşür. Yəni cavabımız olacaq C variantı. Aşağı doğru çəkən qüvvələr, yəni 30 ilə yuxarı doğru çəkən qüvvələr 30 bir-birinə bərabər olmalıdır ki, bu cisim tarazlıqda qalsın. Bura 18 isə deməli bura 12 olmalı ki, cəmi 30 olsun, aşağıda da elə 30-dur. Cavabımız olacaq dayağın reaksiya qüvvəsi 12 Newton. C.
66. Fotoeffekt zamanı cərəyan şiddətinin katodlar arasındakı gərginlik hansı qrafiki verilmişdir? Udulan fotonun tezliyi 10^15 Hz olarsa elektronun katoddan çıxış yönü hesabı edilir. Burada 2 volt U saxlayıcıdır. Saxlayıcı gərginlikdir. Fotonun tezliyini bizə verib 10^15 Hz. Çıxış yönü istəyir. Digərlərində mötərizədə qeyd edilib. Fotoeffekt qanununa görə, yəni foton enerjisi bərabərdir Einsteynin tənliyi. A çıxış plus Y kinetik. Y kinetikin yerini yaza bilərəm. Y, U saxlayıcı. Buradan fotonun enerjisini yerini yaza bilərəm. H nu. Çıxış Y bilinmir. Y, U saxlayıcı. İndi qiymətlərinə qoysaq, A çıxış bərabərdir onda. H nu çıxılsın Y, U saxlayıcı. Yəni, H-ı bizə verib 6,6 vur 10 üstü mənfi 14 Planck sabiti. Tezliyin qiyməti 10 üstü 15. Çıxacağım nədən? Y 1,6 vur 10 üstü mənfi 19-u və saxlayıcı gərginliyi vuracağım 2-yə. Bu bizə verir 10 üstü mənfi 34, 10 üstü 15, 10 üstü mənfi 19, bu da 10 üstü mənfi 19. Üstləri eynidir. Deməli, 6,6-dan çıxacağım 1,6 vur 2-ni, yəni 3,2-ni. 6,6-dan 3,2 çıxanda qalır 3,4. Üstlər də eynidir, 10 üstü mənfi 19. Yəni, B variantı. Keçək növbəti səhifəmizə. 70. Diffraksiya qəfəsində və şüa prizmada ağ işıq dəstəsinin spektri ayrılıb, hansı rəng işıqlar daha az meyl edir? Diffraksiya qəfəsində D sinus fi bərabərdir K lambda, yəni meyl bucağı dağa uzunluğundan düzdür. Yəni daha az meyl eləyən, dağa uzunluğu daha kiçik olan bənövşəyidir. Ya B iade edir. Və dispersiya spektrində isə daha az meyl eləyən, daha çox sınan, tezliyi daha böyük olan idi. Daha az sınan isə, daha az meyl eləyən isə tezliyi daha kiçik olan, daha böyük olan qırmızı idi. Cavabımız olacaq 72-də B variantı. Rəng ardıcılığı necə idi? Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Burada diffraksiyada daha az meyl eləyən bənövşəyidir. Daha uzun, daha kiçik olan bənövşəyidir. Dispersiyada isə daha az meyl eləyən, daha uzunluğu böyük olan qırmızıdır. Yəni cavabımız olacaq 72-də B variantı. Aşağı doğru düşdükcə daha uzunluğu azalır, tezlik artır. 73. Kütlələri M1 bərabər 2 kilo və M2 bərabər 8 kilo olan iki cisimə eyni zamanda bərabər qüvvələr təsir edir. Bu cisimlərin impulslarının dəyişmə nisbətini hesablayın. Deməli, yoldaşlar, burada eyni zamandır, eyni qüvvədir. İmpuls dəyişməsi nəyə bərabərdir? Qüvvə vurulsun zamana. Qüvvə də eyni, zaman da eyni. Onda hər bir şey eynidirsə, nisbət olacaq elə 1. 73-də B variantı doğrudur. 77. Nöqtəyə mənbənin gücü verilib 3,6 megawatt. Mənbədən 10 metr məsafədə şüalanma selinin sıxlığını hesablayın. Şüalanma selinin sıxlığı I bərabərdir. Güc bölünsün sahə. Yəni, güc bölünsün. Sahənin yerinə yazıram 4 pi kvadrat, sferanın sahəsi. Gücün qiymətimizi verib 3,6 mega 10 üstü 6, yəni 4 pi 3, eri də bizə verib 10 metr. Yəni 10'un kvadratı, yəni 100. İxsallar gedər. 3,6, bunu belə yaza bilərəm. 36 vur 10 üstü 5 kimi. Bir dənə sıfırını buna verərəm. Aşağı 12 vur 10 üstü 2'dir. 36 bölünər 12'yə 3 qalar. 10 üstü 5, 10 üstü 2'yə bölünər 10 üstü 3 qalar. Yəni 3 kilovat bölünsün metrin kvadratı. B variantı. 78. Aşağıda verilmiş şəkildə kütləli diyar qazın təzyiqinin həcmi hansı qrafik təsvir olunmuşdur? Qaz moleküllərinin orta kinetik enerjisi necə dəyişir? Əvvəlcə görürəm ki, 1-dən 2-yə doğru getdikcə həcm azalıb. Daha doğrusu həcm sabitdir 1-dən 2-yə doğru getdikcə. Həcm sabitdir. Təzyiq isə 5 dəfə azalıb. Təzyiq 5 dəfə azalıbsa uşaqlar, temperatur da deməli 5 dəfə azalıb. 2-dən 3-ə doğru getdikcə isə təzyiq sabitdir. Həcm 4 dəfə artır. Həcm 4 dəfə artırsa, temperatur 4 dəfə artır. Əvvəlcə temperatur deməli 5 dəfə azaldı, sonra temperatur 4 dəfə artır. Yəni T bölü 5 vurulsun 4. Bu bizə verir 10'da 8'dir. Yəni 10'da 8'i qaldı.
Onda 8-i qaldısa, deməli temperaturun 20% gedib. 80% qalıb, 20% gedib. 20% azaldı. Bizə də deyir ki, kinetik enerji necə dəyişir? Orta kinetik enerji elə temperaturdan birbaşa asılıdır, 2-də 3 KT. Temperatur necə dəyişir? Orta kinetik enerji elə dəyişir. Temperatur 20% azaldığı üçün orta kinetik enerji də 20% azalmış olacaq. 78 cavabımız olacaq B variantı. 74. İpdən asılmış cisim B nöqtəsi ətrafında harmonik rəqs edir. Trayektoriyanın AB hissəsində cisim necə hərəkət edir? AB, A-dan B-yə doğru getdiksə tarazlığa doğru gedir. Tarazlığa doğru, tarazlıqda sürət maksimal olduğu üçün sürət deməli artır. Tarazlığa doğru gedirsə sürət artır. Yəni yeniləşən hərəkətdir. Və tarazlıqda təcil minimal olduğu üçün bu azalan təcillə yeniləşən hərəkət. 74-də cavabımız olacaq C variantı. Qrup söhbətidir. Tarazlıqda sürət, impuls, kinetik enerji maksimaldır. Təcil, potensial enerji, qüvvə minimaldır. Qruplarımız var idi bizim. Burada da tarazlığa doğru getdiyi üçün sürət artır. Sürət artırsa, digər qrupdakı cəmiyyət təcil azalır. Azalan təcillə yeniləşən hərəkətdir. Sonra 79. Şəkildə diffraksiya qəfəsinin maksimumu üçün female bucağın sinusunun qəfəsin üzərində düşən monoxromatik şüaların daha uzun aslı qrafi verilmişdir. Qəfəsin tərtibi 2 olarsa, onun periodu nə qədər olar deyir. Burada yazıram. D sinus fi bərabərdir K lambda. Buradan periodu tapsam D bərabər olacaq. K lambda bölünsün sinus fi. K-nı 2 verib. Tərtib 2-dir. Dalğa uzunluğunun qiymətini bizə verib 400 nanometr, yəni 400 vur 10 üstü mənfi 9 qrafikdə verib. Sinus fi də %2-dir. Bu da bizə yekunda verməlidir 40 mikrometri, yəni B variantı doğrudur. 75. Kütlənin sabit qiymətinə şüallanma udulma dozasının udulan enerjidən asılı qrafiyi. Udulma dozası bərabərdir enerji bölünsün kütlə. D bərabər Y bölüm düz mütənsib asılıdır. Cavabımız olacaq 75-də B variantı. 80. Verilmiş kondensatın tutum müqavimətinin dəyişən cərəyan rəqs bölünən asılı qrafiyi. Düsturu yazsa, x-i bərabərdir 1 bölünsün omega c. Omeganın yerinə yaza bilərəm 2 pi bölünsün t. T yuxarı qalxar, olar t bölünsün 2 pi s. Yəni görürəm ki, bu düz mütənsib asılı olacaq. Cavabımız olacaq 80-də A variantı. 76. Gəlmiş ipdən asılmış kürə maye daxilində tarazlıqdadır. Mayenin sıxlığı daha kiçik olan maye ilə əvəz etsə, kürəyə təsir edən arximet qüvvəsi və ipin gəlmə qüvvəsi necə dəyişər deyir. Yuxarı doğru bunu arximet qüvvəsi çəkir, qaldırır daha doğrusu. Aşağı doğru isə bunu ağırlıq qüvvəsi yönəlir. O zaman yuxarı doğru çəkən qüvvələrin cəmi aşağı doğru çəkən qüvvəyə bərabərdir. Yəni tarazlıqda olduğu üçün T plus F arximet bərabərdir mg. Buradan gəlmə qüvvəsi T-ni tapsaq, mg çıxılsın F arximet olacaq. Və F arximedin üstünü nədir? F arximet bərabərdir rho maye, J və cisim. Əgər mayenin sıxlığını azaltsaq, yəni deyir ki, mayenin sıxlığı daha kiçik olan maye ilə əvəz etsək, yəni mayenin sıxlığı azalsa, arximet qüvvəsi də demək azalır. Çünki arximet qüvvəsi mayenin sıxlığından düz mütənasibdir. Arximet qüvvəsi mayenin sıxlığı azalırsa, arximet qüvvəsi də deməli azalar. Yəni arximet qüvvəsi azalar variantı doğrudur. Yəni cavabımız olacaq ya A ya D və arximet qüvvəsi azalırsa, azalan çıxılan. Çıxılan azaldığı üçün fərq artır. Yəni cavabımız olacaq burada azalar artar. D variantı doğrudur. Keçək növbəti səhifəmizə. 81-ci sualına davam edirik. İntensivlik xəttləri müsbətdən çıxır, mənfiyə daxil olur. Və bu müsbət zərərlikdirsə, qüvvə bunu sağa doğru çəkir, yəni mənfiyə. Mənfi zərərlik isə qüvvə bunu sola doğru çəkir, müsbətə cəzb edir. Və hər ikisini görürəm ki, sürətlə qüvvə eyni istiqamətdə yönəldiyi üçün hər ikisi bərabər yeniləşən hərəkətdir. Yəni həm proton, həm də elektron bərabər yeniləşən hərəkət edir. Və hər ikisi deməli bərabər təzyiqdə hərəkət edir. Bir hər ikisinə aiddir. Burada qeyd eləyək. Bəs qarışıq düşəcək orada. 1, 3, bu da 2. Deməli, hər ikisinə aiddir 1, bərabər təzyiqdə hərəkətdir. Və hər ikisi bərabər yeniləşən hərəkət etdiyi üçün kinetik enerjisi artır. Bərabər yeniləşən hərəkətdə sürət artdığı üçün kinetik enerji artır. Və hər ikisində bərabər yeniləşən hərəkət olduğu üçün iş müsbətdir.
1-2-5 ortaya aiddir. Cavab çıxdı onsuz C variantı. Və bu zaman qüvvələrin istiqaməti sağa tərəfindən zərərli təsir edən qüvvə sağa yönələn, sağa doğru yönələn proton idi. Qüvvə sola doğru yönələn, sola doğru yönələn isə elektron idi. 3, 4, 1, 2, 5 C variantı doğrudur. 86 düz xəttlə hərəkət edən cismin koordinatın zamanlas qrafiyi verilmişdir. 4 saniyə müddətində cismin yola və yerləşmə orta sürətləri arasında fərq neçə metr bölü saniyədir? Bu zaman yoldaşlar, biz yolu və yerləşməni tapsaq, yol L ilə işarə eləsə L bərabərdir. -20-dən gəlib 40-a, yəni 60 metr gedib. Sonra 40-da dayanıb və daha sonra 40-dan 10-a düşüb, yəni 30 metr gedib. Deməli, yol 90 metrdir. Yerləşməni tapsaq, yerləşmə başla son arasında fərqlidir. -20-də başladı, neçədə qutardı? 10-da qutardı. Yəni 10 çıxılsın -20, yerləşməsi 30-dur. Bizə də bunların orta sürətlərini istəyir və orta bərabərdir. Yola görə orta sürət tapsaq, L bölünsün T. 90-ı böləcəm 4-ə. Bu bizə verəcək neçə? 22,5. Yerləşmə görə tapsam, S bölünsün T. 30-u böləcəm 4-ə. Bizə verəcək neçə? 7,5. Bunların fərqini istəyir. 22,5-dən çıxacam. 7,5-i cavabımız verəcək 15. 86-da cavabımız 15 olacaq. Keçdik 87-yə. Uyğunluğu müəyyən edir. Bucaqları. Bura 50 dərəcəsə düşmə bucağı 50 dərəcədir. Bunda qayıtma bucağı da 50 dərəcə olacaq və perpendikulyar göstərib. Bura 50-dirsə yerdə qalan bucaq 90-ı tamamlamaq üçün bura 40 dərəcə olacaq. Bura 40-dırsa buranın yenə 90-ı tamamlamaq üçün bura 50 olacaq. Bura 50-dirsə buranın yenə 90-ı tamamlamaq üçün 40 olacaq. Deməli, sınma bucağı buradır 40 dərəcə. Yəni 1-ə uyğundur B variantı. Qayıtma bucağı düşmə bucağına bərabərdir. Yəni 50 dərəcədir. Bura qayıtmadır. Bura sınmadır. Qayıtma bucağı demək 50 dərəcədir və düşən şüa ilə qayıdan şüa arasında qalan bucaq elə düşmə bucağı ilə qayıtma bucağının cəmidir. Çünki düşən şüa budur, qayıdan şüa budur. Bunlar arasında qalan bucaq elə bunların cəmidir. 50 + 50 olacaq 100 dərəcə. 1-ə B, 2-yə C, 3-ə D variantları uyğun gəlir. Səsən 2. Şəkildəki A şüası hansı rənglidir? Sarı ilə yaşıl arasında qalan hissə, yəni qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Yəni sarı ilə mavi arasında qalan rəng yaşıl olduğundan cavabımız olacaq 82-də A variantı. 83. Atomun enerji səviyyələri diaqramı verilmişdir. Keçidlərdə fotonun şüalanmasına uyğun dalğa uzunluqlarının artan sıra ilə düzün deyir. Deməli, yoldaşlar, şüalanma xəttləri 1, 2, 3-dür. Yəni, şaqlı xətt aşağı düşürsə, bu şüalanmadır. Və şüalanmaya, yəni 1, 2, 3-ə baxsaq, xətt balaca olduqda, xəttin uzunluğu kiçik olduqda, dalğa uzunluğu böyük olur. Xəttin uzunluğu böyük olduqda, tezlik böyük olur. Burada da artan sırayla dediyi üçün dalğa uzunluğu kiçikdən böyüyə gedirik və dalğa uzunluğu kiçik olacaq xətt uzunluğu böyük olanda, yəni 3-də. Sonra 2 gəlir, xətt uzunluğu kiçildir. Sonra isə ən kiçik xətt uzunluğunda dalğa uzunluğu ən böyük olacaq, yəni 1-də. Deməli, artan sıramız olacaq 3, 2 və 1. Keçdik növbəti sualımıza 84-də. Çaydandakı 100 selsi temperaturlu suyun 20%-ni buxarlandırmaq üçün ona 2,3 meqajol istilik miqdarı verilməlidir. Çaydanda neçə litr su var deyir. Deməli, burada nə edəcəyik? Əvvəlcə kütləni tapaq, görə nə qədər buxarlanıb. Q bərabərdir L-dən. Buxarlanan kütləni tapsaq, Q bərabərdir L bölünsün. İstilik miqdarı 2,3 meqajol, yəni 10^6. Buxarlanma istiliyində 2,3 meqajol verib, yəni 10^6. Bu bizə verib 1. Deməli, buxarlanan kütlə 1-dir, yəni M buxar 1-dir. Amma bizə ümumi, yəni çaydanda neçə litr su var deyir. Onun da ümumini tapsam, 20% buxarlanıbsa, nəyin 20%-i 1-dir? X/20/100 bərabərdir 1. X bərabərdir 100/20, yəni 5. Deməli, ümumi kütləmiz 5-dir. 5 kilo kütləmiz var və bunun 20% buxarlanıb. 1 kilosu buxarlanıb. Bizə indi istəyir ki, bunun həcmini tap. Neçə litr deyir? V bərabərdir M bölünsün rhodur. Yəni 5 bölünsün sıxlıq neçədir? 10^3. Yəni 10^3-ü aşağı yazdım. Bu görə bizə 5 vurulsun 10^-3 və litrə çevirsəm 1000-ə bölməliyəm. Onda elə cavabımız eləcək qalacaq 5 litr. 84-də cavabımız olacaq 5. Kiloqram bölü metr kubuna ifadə etsə 5 vurulsun 10^-, yəni 1000-də 5 idi.
Sadəcə litrə ifadə eləyəndə artıq bunun qiymətini daha doğrusu minə vururam. Minə vurduğum üçün cavabımız olacaq 5 litr. 1 litr 10 üstü mənfi 3 metrin kubudur. Metr kubdan litrə çevirəndə minə vurur. Sonra 85 fotoeffektin qırmızı sərhədinə uyğun dalğa uzunluğu 600 nanometrdir. Elektron çıxışını tapdır. Çıxış bərabərdir. HC bölünsün lambda max. Yəni H-ı bizə verib 4,2 vur 10 üstü mənfi 15. C'si 3 vur 10 üstü 8-dir. Böləcəm lambdası isə neçədir burada? 600 nanometr, yəni 10 üstü mənfi 9. İxtisallar getsə necə eləyə bilərik burada uşaqlar? 4,2-ni vuracağım 3-ə. Bu bizə verəcək neçə? 4,2 3'e vursam bizə verəcək 12,6. 10 üstü mənfi 15, 10 üstü 8 olacaq. 10 üstü mənfi 7. Aşağı bizə verəcək 6 vurulsun. 2 dənə 0 buna versəm 10 üstü mənfi 7 eləyəcək. 10 üstü mənfi 7'lər getdi. Qaldı 12,6 bölü 6. Yəni bu bizə verəcək 2,1. Deməli 85'də cavabımız olacaq 2,1 mega elektron volt. Sonra geçtik dördüncü qrupun son 3 situasiya suallarına. Ya burada nədir bizə? Belə bir dövrədir. Deyir ki, K açarı 2 vəziyyətində olduqda voltmetrin göstəricisi 1 vəziyyətində olduqda göstərici neçə və çoxdur? 1 vəziyyətində qapalıdır, 2 vəziyyətində açıqdır. Və bu zaman voltmetr qapalı olduqda dövrə qapalı olduqda voltmetr gərginliyi göstərir. Açıq olduqda EG-ni göstərir. 2 vəziyyətində açıq olduqda EG-ni göstərdiyi üçün 2 vəziyyətində qiymət, yəni voltmetrin qiyməti V2 bərabərdir EHG-yə, yəni 12 volta. Bir vəziyyətində isə gərginliyi tapacağam, yəni unu tapacağam. Epsilon R bölünsün R plus R-lə. EG-ni bizə verib 12, müqaməti 4, müqamətlərin cəmi 4 plus 2. Bu bizə verəcək 12 bölü 6, 2, 8 volt. Deməli, açar 2 vəziyyətində olduqda 12 volt, bir vəziyyətində olduqda 8 volt göstəricisidir. Neçə və çoxdur dediyi üçün 12-ni böləcəm 8-ə, deməli 85-də cavabımız olacaq 1,5. 1,5 dəfə çox olmuş olacaq. 89-da isə K açarı bir vəziyyətində olduqda ampermetrin göstərişi necə dəyişir? Yəni bir vəziyyətində olduqda ampermetrin göstərişi nəyə bərabər olacaq burada? Elə tam dövrəsi 10 qanunu tapacağım. Bir vəziyyətində olduqda dövrə qapanacaq və cərəyan şiddətinin qiyməti olacaq I bərabər epsilon R, daha doğrusu epsilon bölünsün R plus R-lə. EHG-nin qiyməti 12-dir. Müqamətləri toplasaq 4 plus 2, deməli 12 bölü 6 cavabımız olacaq 2 amper. Yəni bir vəziyyətində olduqda ampermetrin göstərişi 2 amperə bərabər olmuş olacaq. 90-da isə deyir ki, K açarı bir vəziyyətində olduqda və 2 vəziyyətində olduqda voltmetr nəyə ölçər? Bir vəziyyətində dedik ki, dövrə qapanır və qapalı olduqda voltmetr gərginliyi ölçür. 2 vəziyyətində olduqda isə dövrə açıq olur və voltmetr bu zaman EHG-ni, yəni elektrik hərəkət qüvvəsini ölçür. Bu qiymətləri də mən 88 sualda göstərmişəm. Keçdik birinci qrupun son 3 sualına. Hə. 58 preparatdakı alfa radioaktiv nüvələrin başlanğıc sayı verilib 4 vur 10 üstü 14. Bizə deyir ki, T bərabər 3T müddətində preparatda tərk edən alfa hissəcənin ümumi yükünü tap deyir. Deməli, burada biz nədən istifadə edəcəyik? T müddətində çevrilməyə məruz qalan nüvələrin sayı, yəni preparatı tərk edən alfa hissəcikləri deyir, onda çevrilməyə məruz qalan nüvələrin sayını tapmalıyıq. Düsturumuz da delta n bərabərdir. N0 çıxılsın n-dir. Yəni N0 1 çıxılsın 2 üstü mənfi T bölünsün T-dir. Çevrilməyə məruz qalan nüvələrin sayı bu düsturdan tapılır. Başlanğıc halda qiyməti bizə verib 4 vur 10 üstü 14. 1 çıxılsın 2 üstü mənfi T-nin yerinə deyir ki 3 qoy. 3T bölü T eləyəcək elə 3. Bu bizə verəcək 4 vurulsun 10 üstü 14 vurulsun. 1 çıxılsın 2-də 2 üstü mənfi 3 neçə edir? 8-də 1. Qaldı elə 8-də 7. Bu da bizə verəcək 3,5 vur 10 üstü 14. Yəni çevrilmə məruz qalanların sayı 3,5 vur 10 üstü 14-dür. Bizə isə deyir ki, bunun yükünü tap. Yük bərabərdir. Alfa hissəcik olduğu üçün yük 2 elementar yükə bərabərdir. Onda yazacağam. Yük bərabərdir NY. Sayı bizə verəcək
3,5 dedik ki, vur 10 üstü 14'dür. N'in yerine bunu yazıram, delta N. Elementar yük 1,6 vur 10 üstü mənfi 19'dur. Sadəcə alfa hissəsi olduğu üçün təzədən bunu 2'ye vurmalıyıq. Çünki alfa hissəcikdə nüvənin yükü 2'dir. Onda bu bizə verəcək 3,5 vur 1,6 vur 2 bizə verəcək 11,2. 3,5'i 1,6'ya vursam 5,6. 5,6'nı da 2'ye vursam 11,2. Və təzədən bunu 10 üstü mənfi 5'e vursam 10 üstü 14, 10 üstü mənfi 19. Mikrokulona çevirsəm 10 üstü mənfi 6'ya çevirsəm olacaq 112 vur 10 üstü mənfi 6 kimi göstərə bilərəm. Yəni cavabımız olacaq burada 112 mikrokulon. Yəni 58-də cavabımız 112'dir. Sonra keçək 59'a. Yer səthindən aşağı yuxarı atmış cisim 4 saniyədən 6 saniyədən sonra eyni hündürlükdə olmuşdur. Yer səthindən neçə metr hündürlükdə cismin kinetik enerjisi potensial enerjisindən 4 dəfə böyük olduğunu hesablayın və cavab vərəqində cismin kinetik enerjisinin zamanlı asılı qrafikini qurun deyir. Aşağı yuxarı atdıqca cismin kinetik enerjisi azalır və bu zaman bağışlayın, səhvə getdi. Qayıdaq bu səhvəyə. Bu zaman biz neyini? Aşağı yuxarı atılan üstü nədir? H bərabər yerləşmənin üstürü. V0 T çıx, J tek vaxt bölgülük. 4 saniyədə də 6 saniyədə hündürlüklər bərabərdirsə, onda belə bir şey yaza bilərik. H1 bərabərdir. V0 vurulsun 4, 4 saniyə çıxılsın. J10 vurulsun 4'ün kvadratı bölü 2. Yəni 4 V0 çıxılsın 80. 160 bölü 2, 80. H2 isə bərabərdir. 6 saniyə üzrə qoysaq. V0 vurulsun 6 çıxılsın. J10 vurulsun 6'ın kvadratı bölü 2. Yəni 6 V0 çıxılsın 360 bölü 2, 180. Bu hündürlüklər bərabərdirsə yaza bilərəm. Bunları bərabərləşdirərəm. 4 V0 çıxılsın 80 bərabərdir. 6 V0 çıxılsın 180. Bu bizə verəcək 2 V0 bərabərdir 100. V0 olacaq 50. Deməli, mən başlanğıc sürəti buradan tapdım. Başlanğıc sürəti deməli 50'dir. Hündürlüklərin tənliklərində yerinə qoyduq. Yəni H bərabər V0 T çıx J tek var bölü 2'dir. Aşağı yuxarı atılanda. Bu zaman H1 də H2 eyni olduğu üçün zamanları yerinə qoyduq və V0'ları bərabər V0'ın qiymətini tapdıq buradan 50. Onda maksimal qalxma hündürlüyü neçədir? Maksimal qalxma hündürlüyü H maksimal bərabərdir. Böyük H ilə işarə eləsəm V0 kvadratı bölü 2J. Yəni 50'nin kvadratı, yəni 2500 bölünsün 2J, yəni 2 vur 10. Bu bizə verəcək 2500 bölünsün 20, yəni 125 metr. Deməli, maksimal qalxma hündürlüyü 125'dir. İndi bizə deyir ki, cismin kinetik enerjisi potensialın 4 dəfə çoxdur. Yəni kinetik bərabərdir 4 dənə Y potensial. Buradan tam enerjini tapsaq, tam enerji bərabərdir Y kinetik plus Y potensial olacaq 5 Y potensial yerinə qoysaq. İndi tam enerji nə yazırıq? mg böyük H, maksimal hündürlük bərabərdir 5. Potensial enerji yerinə yazıram mg kiçik H. mg'lər gedir ixtisar qalır H bərabərdir 5H. Onda normal hündürlüyü tapsaq, yəni hansı hündürlükdə soruşur? H bərabərdir böyük H bölünsün 5. Yəni maksimal hündürlüyü 125'i bölürük 5'ə. Bu bizə verəcək 25 metr. Deməli bu 25 metr hündürlükdə kinetik enerji potensial enerjinin 4 dəfə çoxdur. Və deyir ki, bu cismin kinetik enerjisinin zamanı asılı qrafikini çək deyir. Belə bir qrafikdir. Y kinetik enerji zamanı asılığı müəyyən bir qiymətdən başlayaraq azalır, sıfıra düşür. Hansı müddətdə sıfıra düşür? Yəni T qalxması. T qalxması neçədir? Bunu da qeyd edək. T qalxma da nə ilə tapılır? V0 bölünsün J ilə. Yəni başlanğıc sürət 50'ni böləcəm J-yə. Ondan bu bizə verəcək 5. 5 saniyədə sıfıra düşür qiyməti. Yəni maksimum hündürlüyə qalxır. Kinetik enerji sıfır olur. Sonra təzədən yerə düşür. Yerə düşəndə kinetik enerji artır. Və ümumi olacaq onda T uçuşu 10 saniyə. Yəni belə bir qrafikdir. Və qiyməti də tapdıq. H bərabər 25 metr hündürlükdə kinetik enerji potensial enerjidən 4 dəfə çox olur. Sonra davam edir növbəti sualımızdan 90. Şəkildə fokus məsafəsi F olan müvazi toplayıcı linzadan 2 qat fokus uzaqda məsafədəki A cismi və linzaya düşən 3 şüa yol göstərilmişdir. Linzadan keçən şüaların yolunu düzgün göstərərək cavab vərəqində A cisminin xəyalını qurun və hansı optik cihazın xəyalı olduğunu yazın deyir.
Hə, bir də burada maksimal qiyməti tam enerjini də qeyd edə bilərik burada. Tam enerjidə necə taparıq? Tam enerji bərabər kütlənin verib burada verməyib hər şey. Vermədiyi üçün elə tam enerji qalsın. Deməli, şüa yollarını göstərək. Baş hapta oxa paralel düşən şüa linzada sındıqdan sonra fokusdan keçir. Bir də xətt əyri gedəcək. Yenə əyri getdi. Hı -hı. Sonra e, baş optik mərkəzdən keçən şüa istiqamətini dəyişməyə, optik mərkəzdən keçən şüa istiqamət dəyişməyərək davam edir yoluna. Burada elə bir çəkməliyik ki, bu düşməlidir F ilə 2 arasında. Hı -hı. Belə davam edir. Az qalmışdı. Hı -hı. İndi bu şüalar burada kəşişdir və baş optika paralel düşən şüa, üçüncü şüa daha doğrusu, yəni fokusdan keçən şüa daha doğrusu, üçüncü şüa linzada sındıqdan sonra təzədən baş optika paralel yönəlir. Belə. Və bu üç şüanın, yəni ikinci şüa biraz yenə əyri düşdü. Tam düzünü çəkmək lazımdır. Hı -hı. Deməli, kəşfə nöqtəsi buradır. Yəni xəyal belə alınır. Şüa yolunu göstərdik. Xəyal belə alınır. Tərsinə çevrilmiş, kisildilmiş. Yəni iki qat fokusdan D2 cisim məsafəsi iki qat fokusdan böyükdürsə, bu zaman nə hansı xəyal alınırdı? Həqiqi, sildilmiş və tərsinə çevrilmiş. Bu da hansı aparatda alınır? Fotoaparatda. Hansı optik cihaz? Fotoaparatdır və fotoaparatda xəyal həqiqi kiçilmiş tərsinə alınır və xəyal iki, iki qat fokusundan fokus arasında yerləşir. Bu da bizim şan yolunu göstərdik. Necə xəyal alınır onu yazdıq. Hansı cihaz olduğu onu da yazdıq. Bu qədər yoldaşlar, izah bu qədər. Növbəti izahlarda görüşənə özünüzdən müğayət olun.